İnsanları, insanlığı sevmədən bunu etmək mümkün deyil. Xəstələri sevmədən o nəticəyə əldə etmək mümkün deyil. O baxımdan bu mənim üçün eyni zamanda ixtisasım və işimdir. Eyni zamanda bu mənim üçün hobbidir. Tibb mənim üçün hobbidir. Həkimlərin ən çox gecə yuxusuz qaldığı anlar hansılardır? Həkimliyin gecəsi gündüzü yoxdur. Həkim 7-24 həkimdir. Hər zaman hansısa xəstəsi ağırlaşa bilər, nəsə soruşa bilər. Gecələr yuxusuz qaldığımız anlar da az olmalıdır. Düzdür, təbii ki, cərrahlar, ginekologlar üçün bunlar daha aktualdır, amma təbii ki, bizim də ağırlaşan xəstələrimiz, xəstə başında qaldığımız, yuxusuz qaldığımız gecələr oldu. Təbii ki, bütün hallarda empati qururuq xəstəmiz və onun yaxınları ilə. O xəstəyə kömək lazımdır. O baxımdan biz əgər bu sənəti seçmişiksə, kimsə bizə bu sahəyə gəlindiyi xahiş etməkdir. İşimizi mütləq mənada bizdən asılı olan səviyyədə layiqincə yerinə yetirib və xidmət sektorudur bu istər-istəməz həkimlik. Sona qədər normal çatdırmaq bizim vəzifə borcumuzdur.